6 illik fasilədən sonra müstəqillik günü ərəfəsində Bakı-Tbilisi-Bakı sərnişin qatarının gündəlik əsasda fəaliyyətini bərpa etməsi regional təhlükəsizlikdən iqtisadi inteqrasiyaya, sərhədlərin qorunmasından kommunikasiyaların açılmasına keçidin mühüm siyasi siqnalıdır. 2020-ci ildən başlayaraq əvvəl pandemiya, daha sonra bölgədə yaranan hərbi və təhlükəsizlik təhdidləri dövlətimizi sərhədlərdə müxtəlif məhdudiyyətlərə məcbur etdi. Verilən qərarın xarici ticarətə, ailə əlaqələrinə, turizmə və müntəzəm hava nəqliyyatından istifadə edə bilməyən vətəndaşlara müəyyən sosial və humanitar çətinliklər yaratdığını da etiraf etməliyik. Lakin inkar edilməz faktdır ki, Vətən müharibəsi zamanı sərhədlərimizin təhlükəsizliyi qələbənin görünməyən müdafiə xəttinə çevrildi. İşğaldan azad edilən 500 kilometrdən artıq dövlət sərhədinə nəzarətin bərpası Xankəndidə suverenliyin tam təmin olunmasına aparan yolun mühüm mərhələsi oldu. Azərbaycan arxa cəbhədən xarici müdaxilə, qeyri-qanuni silah, texnika və canlı qüvvə daşınması imkanlarını minimuma endirdi. Bağlı sərhəd həmin dövrdə təhlükəsizliyin zərurəti idisə, indi aşılan sərnişin qatarı sülhün reyslər üzərindəki bir simvoludur. Unutmamalıyıq ki, qərar Rusiya-Ukrayna müharibəsinin və yaxın şərqdə hərbi gərginliyin hələ də səngimədiyi bir vaxtda qəbul olunur. Açılım yalnız Gürcüstan istiqaməti ilə məhdudlaşmır, daha geniş regional inteqrasiyanın mühüm bir həlqəsidir. Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Qılıç Alican Marqara sərhəd məntəqəsindən keçərək İrəvana gedib. Cevdet Yılmaz Paşinyanla ani körpüsünün birgə bərpasına dair razılaşma sənədi imzalayıb. Lakin qardaş ölkənin sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması məsələsində Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalanan sonra qərar veriləcəyinə heç bir şübhə yoxdur. Bəzi dairələr Dilicanı gündəmə gətirir. İğdır və Qars regionlarının biznes çevrələrinin maraqlarını qabardırlar. Lakin iki dövlətin siyasi mövqeyini lokal maraq qrupları deyil, sayı 100 milyona yaxınlaşan xalqlarımızın birgə iradəsi və prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın strateji liderliyi müəyyən eləyir. Yaxın illərdə, bəlkə də daha tez Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, oradansa Türkiyəyə getmək mümkün olacaq. Ermənistanla ixrac və tranzit imkanlarının genişlənməsi həmin ölkənin ənənəvi iqtisadi asıllıq coğrafiyasını dəyişdirir, sülhdən fayda götürən insanların, qüvvələrin sayını artırır. Zəngəzur istiqamətində və İranla tarixi dəmir yolu əlaqələrinin bərpası perspektivi göstərir ki, Cənubi Qafqaz heç vaxt indiki qədər davamlı sülhə, iqtisadi bağlılığı və kommunikasiya bütövlüyünə yaxın olmayıb. Əsrlər boyu müharibələr, işğallar və blokadalarla parçalanan region yenidən birləşmə imkanı qazanır. Yekunda inanırıq ki, sərnişin qatarlarının keçdiyi yollar sabah avtomobillər, insanlar, ticarət və qarşılıqlı etimad üçün açılacaq və qələbəmizin ən böyük mükafatı yeni müharibələr yox, təhlükəsizlik, əməkdaşlıq və əbədi sülh olacaq.